Herkese salam, mən Jakras. Bugün deməli rəqiblərimin dəstəsi ilə oynamaq challenge eləyəcəm. Ki, neçə gündür ümumiyyətlə YouTube-a video çəkə bilmirəm. Doğru düzgün, çünki bir balaca xəstələnmişəm, səs falan da biraz gedib deyə, ona görə tam da rahat video çəkə bilmirdim. Ən azından gözləyirdim ki, biraz səsim düzəlsin eləsin. Gördüm yox da, yəni düzəlmir. Ki, normalda danışanda öskürək tuturdu eləyirdi. Ki, yəni arada indi də olur, amma yəni əvvəlkinə nisbətən biraz yaxşıyam deyə ona görə video çəkmək qərarına gəldim. Arada ola bilsin ki, 1-2 dəfə öskürdüm, ona görə indidən üzrlü sayın. Deməli, burada birinci rəqibə qarşı normal olaraq hələ ki öz dəstəmizlə oynadıq. Bu oyundan sonra rəqibin dəstəsi ilə oynayacağıq ki, ümid edirəm uduzmarıq. Çünki bir haqqımız var hal-hazırda uduzmaq üçün. Yəni, altın 2-yə gedirik. Deməli, oynadığım dəstə golem dəstəsidir ki, təzə tapmışam bu golem dəstəsini dostumdan. Çox güclü golem dəstələrindən biridir deyərdim. İndi görək gücünü sizə göstərə biləcəm, yoxsa necə. Deməli, adamın mini pekkası var. Eyni tərəfdən golem atmağım bir tərəfdən yaxşı oldu ki, ən azından golem tanklayacaq. Sonra rəqib mini pekka ilə falan da kəsə bilər deyəcəm də, şok birliyinin olmağı biraz əslində bizim işlərimizi pozdu. Elə biz də şok birliyi və mini pekka ataq. Cəlad əslində ata bilərəm. Uy. Sarmaşıq. Yəni, körpüdən atmasaydım da olardı. Ən azından arxadan ata bilərdim. Hansı ki, yəni, cəllad aslında çox vuran deyildi. Ki, evi yox. Arxadan hayalət evrimini biz çevirək indidən 2x-a da girdik. Yenə də golemdən çıxa bilərəm. Şok birliyin əla. İkisinin o tərəfə iştətdi deyə elə buradan golemdən çıxmaq qərarına gəldim. Adam da elə demək olar eyni golem dəstəsini istifadə edir. Deməli, mini pekkaya vurduraq. Yavrajları milyonlarla da ki, kəsək. Yavrajları kəs. Bu arada sağdakı bizim golemin canı deyərdim fulldur. Hayalət görünməz ol. Ay. Görünməz olsaydı daha yaxşıydı. Mini pekka. Aha, öldü. Deməli, arxadan bu dəfə sol tərəfə golem atıram. Həm 2 dənə şok birliyi o tərəfdədir deyə, həm də ki sol tərəfə daha çox hasar vermişik. Adam bu arada var gücü ilə girir. Amma yəni mən olsam eləməzdim. Hansı ki, indi bu dəqiqə golemi savunmalıdır. Sağ tərəfə şok birliyini almalıyıq. Deməli, onun şok birliyi əslində bizim işlərimizi pozur. İndi bu dəqiqə golemimizi tam da əridən problem yaşadan oydu, amma golemlər kuleyə çox qəşəng hasar verəcək. Amma ki, kuleni almağımız üçün bəs qədər olmayacaq. Yenə milyonlar şok birliyinə şok birliyirəm. Yavrajları ataqım. Deməli, sol tərəfə əslində özəlliyi basıb bəlkə vurdurmaq olar deyəcəkdim. Yox, Valkyri'dən defans elədi. Yenə də golem atmalıyam. Yoxsa başqa cür kuleyə vura bilməyəcək. Bu arada mini pekkası kuleyemizə gəlir. Sarmaşıq. Yəqin ki, o da sarmaşıq ata bilər, amma ən azından defans eləyə bilək. Şok birliyi kulemizi alacaq. Əla, bir dənə canımız qaldı. Deməli, adamın iksir toplayıcı var sağ tərəfdən də ki, ümumiyyətlə çox qəşəng atakla giririk. Özəllik
minyonlar. Biraz spam yemək lazımdır bu arada, yoksa oyun gedir. Yok. Aslında yaxşı gəlmişdi. Arxada şok birliyindən dəhşət çox hasar yedik. Ki bu golem dəstəsi əslində güclüdür də, sadəcə olaraq biraz böyük büyüyə baxsan ehtiyac var, amma yenə də buna rəğmən çox eşləşməyə antidir. Keçək rəqibin dəstəsinə. Deməli, rəqibin dəstəsi bu golem idi, amma ki heç sevmədim. Keçək oyuna. Deməli, başladıq. Yavru əjdər evrimini çevirmək üçün yavru əjdər evrimi ilə başladım. Bura tez bazar çal ataq. Hələ ki çal deyirəm, sarmaşıq. Sarmaşıq ataq. Çox da hasar yemək. Bu arada adam səhv eləmirəmsə bu qolsuz hızlı dəstə bir dənə var. Dəstə çox güclüdür. Amma hızlıdır. Yəni normalda əslində belə olmur. Hızlı dəstələr çox belə qəşəng skill falan tələb edir, amma səhv eləmirəmsə elə bu dəstədir ki, hızlıdır, amma ki çox da bacarıq tələb eləmir. Deməli, bunun bomba kulübəsi də olmalıdır. Ona görə mini pekkanı atıram. Valkyrie əslində sol tərəfdən gedir, bu sağ tərəfdən. Ona görə hər şey okeydir. Əslində, əla. Sarmaşıq atardım da, prosta iksirimiz yox idi deyə ata bilmədim. Ki, sağ kuləni tam almadıq, amma yenə də müəyyən qədər bir hasar verdik. Tez ol, tez ol, tez ol. Deməli, iksir toplayıcı əslində tikə bilərik də, prosta rəqib imkan vermir. Yəni, rəqibin dəstəsi ancaq baskıdır. Ona görə biraz əziyyət çəkirik. Amma eyb yox. Bir dənə golem atakına sıxsam yaxşı olar. Rəqibi hələ ki gözləyək. Atak eləməsin. Ejderi atmağıma ehtiyac yox idi bu arada. Neyse, burada bir fail elədik. Valkyrie kasırgası ilə buranı təmizləyər. Əslində iksirimiz çatsaydık birbaşa golemlə də çıxa bilərdi, amma ki çatan deyil. Şifacı. İndi bu dəqiqə golemdən çıxdım, adam körpüdən yenə də girə bilər. Sol tərəfdən girməyə çox da problem deyil. Solun canı çoxdur. Deməli, şifacı. Mini pekka, valkyrie, biraz spam eləyək. Əjdər əslində ortada olmağı bir tərəfdən yaxşı oldu ki, bomba kulübəsini falan canını azaltdı da. Aha, oyun ala bilərik. Birində vur. Birində vur. Super. İndi gəldik rəqibin dəstəsinə. Deməli, rəqibin oynadığı dəstə budur, hansı ki, çox belə dəhşət baskı dəstəsidir ki, indi görəcəksiniz etkini. Raket bilmirəm, dəstədə var idi, yox idi, amma var imiş. Deməli, hayalət evrimini çevirmək üçün arxadan hayalətlə başlaya bilərik. Bu arada heyf varlığımız əlimizdə deyil. Ebix ondan görə dartla safanıb, sonra dartı tankladıb göndərmək olar. Amma dart öldü. Deməli, rəqib logbait oynayır, amma raketsiz logbait olmalıdır, səhv eləmirəmsə. Yox. Rəqibin oynadığı da baskı dəstəsidir. Bu arada varili atmasaydım da olardı. Çünki varil bir şey yaramadı.
Belki də deyəcəkdim, bunlar tanklayacaq falan filan. Heç o da bir kömək eləmədi. Nəsə yox, arxadan yenə hayalətdən çıxaq, yəqin ki, yenə fıçı ata bilər. Ki, top əlində deyil, skelet fıçısına bir şey ata bilən deyil. Olsun, skeletlər çox qəşəng hasar verdi. Hayalət evrimi də əlimizdədir. Fıçı ata bilər əslində, gözləyirəm. Deməli, serserlər əslində sağ tərəfə bir şey ata bilməyəcək. Onun üçün biraz üzülmüşdüm. Olsun. Ortadan top atacaq yəqin ki. Əla. Lan prensesə vur deyəcəkdim. Super. Evrimli evrimli hayalət çox belə güclü kartdır. Ortadan bomba tavrını tikə bilərik. Həm prensesin qarşısını alsın, həm də ki, duvar yıkıcı falan gəlsəm onun. Deməli, Dart Goblin'e bir şey atmadı. Ya oyunu salıp ya da bilmirəm. Yox, oyunu salmayıbmış. Sağ tərəfə kart ataq. Sol tərəfə atmasaq da olar. Yine hayalet, sağ tərəfdən ball breaker, sol tərəfə belə. Bura varil. Tez get. Aha, əla. Yəni, qarşıma tez-tez gəlirdi bu dəstə. Heç vaxt oynamamışdım, amma yenə də deyərəm ki, o qədər də güclü dəstə deyil, yəni sevmədim. Yəni, güclü dəstə deyil, amma ki, sevmədim, belə deyim. Sonra narazıçılıq olmasın. Deməli, rəqibin dəstəsi 2.8-dir, belə ball breakerlı dəstədir, keçək oyuna. Deməli, başlayaq oyuna. Ümid edirəm, rəqibin dəstəsi fərqli dəstədir, ən azından baskı dəstəsi deyil. Ki, gələn oyuna daha bir fərqli dəstənin oynayayım. Hal-hazırda beynimdə bir uyğun dəstə yoxdur, rəqibin oynadığı kartlara uyğun, amma yenə də əsas odur güclü bir dəstə olsun. Özəlliyi basa bilər deyə ortadan buz ruhu ki, Dart Goblin'də yəqin ki, bunun özəlliyini bastırmağına husbət elətdirməz deyəcəkdim, yox. Deməli, rəqib hal-hazırda tam olaraq yenə də deyirəm, kəstirə bilməmişəm nə oynadığını, amma 3 silahşör ola bilər. Sağdan bir dənə varil. Prensesi qoruyaq. Amma altın şövalye ata bilərim. Yəqin ki, ona görə sağ tərəfdən duvar ekizlər basıram ki, iksiri qalmadı. Amma indi bu dəqiqə adam özəlliyi basacaq, ona görə topu basmaq məcburiyyətindəyəm. Kuleyə tullanmasa yaxşıdır. Aha, əla. Hasarda keçmişik qabağa. Ki, mənə lazımdır ki, adamın atak kartını görək. Hələ də bir atak kartı görmədiyimə görə biraz tədirgin olmuşam. Deməli, Valkyrlə bunu savuna bilərik. Sağlı sollu indi atak eləyə bilərik. Deməli, buz ruhundakı tank kimi göndərə bilmədim. Biraz gec oldu. Ona görə göndərmək daha yaxşıdır. Deməli, Dart Goblin yavrajları birinci vursun, sonra bunu. Amma ki, adam hasarı yaxınlaşdırdı. Düzdür, aramızda 100 hasar fərqi var, amma yenə də mənim kartlarım düzdür. Belə balaca vurur, rəqibin kartları isə biraz daha yuxarı hasarla işləyirlər.
Bu arada failləri görmədiniz kimi özünüzə apara bilərsiniz. Deməli yenə Koçbaş gəlir. Evrimi Koçbaş əslində əsas problemdir. Digərləri isə o qədər də böyük problem deyil. Sol tərəfə yenə prenses basıram. Amma ki hayalete baxacaq deyəcəkdim. Baxmadı. Dart Goblin hayaleti öldürsün. Vulture bir damcıdan da yaşamazsan da. Yine sağlı sollu bir atak eləyə bilərik. Amma Dart Goblin çaşçı ölməsəydi. İksir baxımından biraz pis vəziyyətdədir deyə. Ona görə körpüdən prenses attım ki, hələ ki ona iksir atacaq falan filan. Ki 2 dənə də hasar verdi. Yavrajlar hala. Bu arada rəqib çox agresiv oynadı ona görə. Aha, internet. Bir an dedim ki oyun yəqin ki getdi. Aha, güzel. Süper. İndi rəqibin dəstəsilə oynayacaq, amma bundan sonra Pekka Bridge oynayardım. Yəni demə, rəqibin dəstəsində Pekka var imiş. Sadəcə oyun boyu heç Pekkanı işlətmədi. 4.4 çox ağırdı deyərdim. Keçək oyuna. Deməli, elə birbaşa Koçbaşı ilə başlayacağım. Bəlkə indi oyun barədə bir informasiya yığmağımıza kömək elədi. Deməli, hayaletimiz var bunun köstəbəyinə, ona görə vəziyyət yaxşıdır və Mega Şövalyəsinə Pekkamız var. Vəziyyət çox yaxşıdır. O bir dənə Goblin orada vurmasaydı çox yaxşı olardı, amma eyb yox. Ki gördüyüm qədərilə çox belə super anti. Deməli, yavrajlardan əslində Pekkanı tanklamaqlaydı. Dəstəkləyə bilərik ki, bir kiçik birliyi olsa yavrajlar həll eləyər deyərdim, amma yavrajlar özü kuleye yapışıb ki, Pekka, sən məni tankla, qalanı mənli idi. Ki, sağ kuleni də aldıq. Ya, sırf bu vəziyyətə görə əslində bayaq köstəbəyin bir-iki dənə yersiz vuruşuna bir pis olmadım deyərdim. Rəqib falan oyunu sal artıq. Siz də demək olar oyun qutarıb. Deməli. Yəni, onsuz da əslində oyunu almışıq deyərəm. Yenə də videonu kəsməyim. Pekkanı əslində qabaqdan göndərə bilərəm, amma ki məncə hələ ki çox da ehtiyac yoxdur. Sağ tərəfə altın şövalyə əla hasar verdi. Ghost'u əlimizdə saxlaya da bilərik əslində sırf köstəbək üçün, amma yəni onsuz da oyunumuzun vəziyyəti pis deyil, yaxşıdır deyə. Ona görə Ghost'u bir də əlimdə saxlayayım falan filan. Ehtiyac görmədim. Altın şövalyə şov eləyir bu arada. Güzel, uçtat. İzlədiyiniz üçün təşəkkür edirəm. Videoya like atıb abunə olmağı yaddan çıxartmayın.